Heybət bəy, sizcə Qarabağ Newcastle Bakıda məğlub eləyə biləcək? Newcastle digər rəqiblərimizdən fərqlənir. Artıq biz liqa mərhələsində deyilik, play-offdayıq və burada sırf güclü komandalar var. Newcastle da liqa mərhələsində uğurla çıxış etmişdi. Çox yaxşı çıxış edib və diqqətləri üzərinə cəlb eləyib. Komanda son olaraq İngiltərədə bəzən son zamanlardakı çıxışı müzakirə olunsa da Çempionlar Liqasında tamam başqa bir Newcastle görürük biz. Yaxşı futbol oynayırlar, formadadılar. Hətta onların PSG ilə oyunları da bizə bir mesajdır. Yəni ki, biz indiki dövrdəki Newcastle-la əvvəlki illərdəki Newcastle çox fərqlənir. Əvvəllər 20-ci əsrin əvvəllərində Newcastle əfsanələrlə dolu bir komanda idi. İngiltərədə yüksək pillələrə oynayırdı. Hal-hazırda isə vəziyyət fərqlidir, amma nisbətən yəni hal-hazırda belə desək də İngiltərə Premyer Liqasında pis çıxış etsələr də Çempionlar Liqasında uğurludular və bu onlarda Avropa təcrübəsinin azlığına irəli gəlir. Diqqəti Çempionlar Liqasından böyük bir turnirə yönəldiblər. Baş məşqçiləri də elə bu gün Azərbaycana səfərdən əvvəl açıqlamasında bildirmişdi ki, biz 2 il əvvəl Çempionlar Liqasına uğurlu çıxış etmişdik və indi də bunu etmək istəyirik və qarşımızda hörmətə layiq bir rəqib var. Ona görə onlar da bizə ciddi yanaşırlar. Çünki Qarabağın Avropa təcrübəsi artıq çox uzun illərdir, 10 illəri keçir. Newcastle isə Avropa kuboklarına belə desək son 2-3 ildə qayıdıb. Məğlub edə bilərmi sualı əslində elə bir vəziyyət, elə bir rəqibdir ki, cavabı vermək çox çətindir. Çünki İngiltərə klubları biz üçün bəs güclü bənddir. Onları biz məğlub edə bilmirik. Liverpool nümunəsi var. Sadəcə olaraq artıq belə desək Qarabağın biz bilirik ki, əvvəlki, yəni təslimat mərhələlərində ikili oyunlarda üstünlüyü var. Çünki burada sırf nəticəyə oynayırsan, xal və hansısa məqama deyil. Bəzən bir məğlubiyyət belə ümidini itirməməyə kömək edir və səfər qolu anlayışla ləğv olunub. Belə desək, iki oyunun belə desək nəticəsinə görə məğlub etmək olar. Amma bunun üçün çox çalışmalı olacağıq, çox ciddi olmalıyıq, rəqibə ciddi analiz etməliyik. Çünki çox güclü, taktiki baxımdan, meydandakı mübarizə baxımından üstün bir kollektiv var və onların bu iki nəticələri göz qamaşdırır. Təsəvvür edin, Newcastle və Barcelona və PSG-dən başqa digər bütün oyunlarda 2 və daha çox qol vurublar və olduqca məhsuldardırlar. Çox güclü belə desək heyətləri var. Əslində bəlkə də kimlər üçün diqqət cəlb edə bilmir, Liverpoolun heyətindən və digər Chelsea-nin heyətindən seçilə bilər. Ancaq biz mövsümün gedişində görürük ki, baş məşqçinin Anthony Gordon kimi çox güclü və komandanın lideri olan futbolçuları var. Harvey Barnes kimi. Təsəvvür edin, bu iki futbolçu Newcastle-ın Çempionlar Liqası qollarının 76%-də iştirak ediblər. Yəni bu iki oyunçu əgər bir komandanı uğura gətirirsə, yəni ki, həqiqətən də Newcastle-a ciddi almaq lazımdır. Qarabağın Avrokuboklarda təcrübələrindən danışdıq. Sizcə Qarabağın bu təcrübəsi Newcastle-ı fiziki cəhətdən məğlub etməyə güc alacaq? Niyə də yox? Yəni Qarabağın, Qurban Qurbanovun bu illər ərzində topladığı təcrübə, oynadığı güclü komandalara qarşı oyunları göstərir ki, hər şey ola bilər. Hər an, hətta biz Chelsea ilə qarşılaşmanı xatırlaya bilərik, İngiltərə klublarına qarşı. Qarabağ çox ustalıqla oynadı, Eintracht Frankfurtla qarşılaşma. Məncə niyə də olmasın? Sadəcə olaraq bu rəqib digər rəqiblər kimi deyil. Çünki Chelsea və digər komandalar liqa formatında xal itkisini sonradan sığortalaya bilirlərsə, artıq burada ölüm-qalım mübarizəsidir. Newcastle da istəyir ki, güclülər sırasına qoşulsun. Həm mükafat fondu var, həm maliyyə baxımından güclənmək var, həm də İngiltərə çempionatında uğursuzlar, onu bir yolla sığortalamaq istəyirlər. Bu məqamlar nəzərə alsaq çətin olacaq. Ancaq sırf meydandakı mübarizədən gedirsə, məsəl üçün bir məqamı qeyd edək. Newcastle tarixin ən uzun səfərinə gəlir, 4070 kilometr. Yəni bu komanda təsəvvür edin ki, ən yaxşı halda Almaniya, Avropa və digər ölkələrində Çempionlar Liqasının oyunlarına çıxıb. Ümumiyyətlə futbolçuların çoxunun bu qədər uzun yol təcrübəsi yoxdur. Və yəqin ki, uzun yol məsafə qət etmələri onlara Bakıdakı oyunda çox böyük çətinlik yaradacaqlar və istənilən komanda üçün bu belədir. Chelsea-də bunu gördük. Azərbaycandakı azarkeş təzyiqi, Qarabağın ev oyunlarındakı inamlı oyunu ola bilsin ki, Qarabağı təcrübədən əlavə digər məqamlarda köməklik etsin. Amma bir məsələ də var ki, rəqib çox belə desək, Qurban Qurbanovun Qarabağı heyət baxımından iki heyətə bölünüb, amma sırf belə desək Qurban Qurbanov istənilən oyunda 11 oyunçusuna istirahət edib digər heyəti
oynadır və amma bu il bu sarıdan problem yaşayır və onun nəticəsində görürük ki, bəzi oyunlarda Qarabağ artıq son oyunlarda əsas heyətinlə oynayırdı. Düzdür, bu oyunçuların formada qalması üçün edilir, amma Ettihanın Newcastle-ında isə vəziyyət belədir ki, orada rotasiyalar sadəcə bir neçə futbolçu üzərindən edilir. Futbolçuların daim formada qalması onların inkişafı üçün baş məşqçi əlindən gələn edir. Çox sayda biz görürük ki, o mövsüm ərzində Etihad çox sayda futbolçuya şans verib, futbolçuları müxtəlif mövqelərdə oynadıb. Hətta belə bir şey deyim, mən oyun verilişdən əvvəl Newcastle-ı analiz etdim. Hər oyuna bir fərqli taktiki düzülüşlə çıxırlar. Futbolçuların düzülüşü fərqli olur, hücum sistemləri fərqlidir. Yəni sürprizləri hər an edə biləcək komandadır. Yəqin ki, onlar da Qarabağın təcrübəsindən, oyunlarındakı vəziyyətindən, hətta son qarşılaşmalarından xəbərdardırlar. Yəni Qarabağda məhsullar oynayır, ancaq Qarabağın da zəif məqamları var. Məsəl üçün Qarabağa təcrübə son oyunlarda, son 6 oyunda 2 və daha çox top buraxır və bu məqamlar müdafiə xətti, hücumda indi biz görəcəyik Newcastle-la necə olacaq, çünki onların təklif elədiyi oyun da maraqlıdır. Bəzi məqamlarda təcrübə belə yetmir. Çünki rəqibin gücü, onların vəziyyəti, oyun üslubu bəzi detallara təsir edir. Qeyd etdiyiniz kimi Newcastle daha çox qol vuran komandadır. Bəs Qurbanov Qarabağı hansı taktika ilə çıxarmalıdır ki, qol vurma potensialımız daha çox olsun? Belə desək, belə məqamlarda oyunun 2 dəqiqələri çox vacibdir. Çünki İngiltərə klubları, xüsusən Newcastle oyunun startından biz Liverpool-la oyunda da görmüşdük, elə bu nümunəni götürək. Startından rəqibə dəhşətli bir təzyiqlə başlayırlar və belə desək, sıfır, yəni güc, yorğunluq olmadan belə desək startda rəqibə çaşqınlıq yaratmaq istəyirlər. Newcastle-da bu olduqca yüksəkdir. Biz bunu hətta Liverpool oyunlarında gördük onların. 30 dəqiqə ərzində Newcastle çox təhlükəli olur, dəhşət təhlükəli olur. Onların çox yüksək pressing qabiliyyətləri də var. Bu Premyer Liqada ən yaxşıdırlar bu göstəricilərdə. İndiki halda Qurbanov məncə çox ehtiyatlı davranmalıdır və Qarabağ ənənəsinə sadiq qalıb yəqin ki, topla oynamağa çalışacaq, risk etmək, hücuma atılmaq, amma müdafiə planında diqqətli olmalıyıq. Çünki həm Qarabağın son oyunları göstərdi, Liverpool oyunları, Eintracht oyunları göstərdi ki, Qarabağ müdafiədə top buraxmağa meyllidir. Buna səbəbsə komandanın hücuma daha böyük heyətlə atılmasıdır. Məncə bu məqamda biraz ehtiyatlı olmaq lazımdır. Yankoviç və Bikalyonun hal-hazırda yan-yana beləsə sağlam olması işə yarayan məqamdır. Ancaq yenə də ehtiyatı əldən vermək olmaz. Çünki İngilis klubudur, cinahlardan çox fantastik reydlər edirlər, rəqibi sıxırlar. Sol cinah müdafiəçiləri Lewis Hall çox təhlükəlidir, gənc yaşdadır və artıq İngiltərə millisinin üzvünə çevrilib. O son zamanlar inanılmaz futbol oynayır, inanılmaz məhsuldarlıq göstərir və onun qarşısında Anthony Gordon var. O da komandanın ən çox qol vuran oyunçularından, məhsuldar oyunçulardandır. Yəni sol cinah çox güclü və dağıdıcı funksiyadadır. Onlar əla tandemi təşkil edirlər və bu deməkdir ki, bizim sağ cinahımızda çətinlik olacaq. Matheus Silvanın üstünə böyük təzyiq düşəcək. Eyni zamanda Matheus Silvanın önündə oynayacaq futbolçu yəqin ki, Andrade olacaq böyük ehtimal. Amma mən istəməzdim Andrade olsun. O artıq müdafiəyə kömək etməlidir. Çünki çox güclüdürlər. Sağ cinahda Kevin Trippier var. Onun təcrübəsi yəqin ki, hər kəsə məlumdur. Çox möhtəşəm cinah ötürmələrinə sahibdir. Standart vəziyyətlərini qola çevirir. Bu məqamlar var ki, Qurbanov yəqin ki, təhlil edib və nəzərə alıb. Rəqib belə standart vəziyyətlərdə çox təhlükəlidir. Hündürboy oyunçulara malikdir. Onların boyları bəzən 1.92 metr arasındadır. Yəni bu da o deməkdir ki, Qarabağda belə oyunçu olmadığına görə çox ciddi çətinlik yarada bilər. Hücumçulara Voltamade rekord məbləğə transfer etmişdilər. Onun bir sıra zəif cəhətləri var. Hündür boyu olsa da hava toplarında effektiv deyil. Lakin belə desək, hava toplarından qalxacaq qədər fiziki gücü var ayağı ilə. Yəni çox ayaqla yaxşı oynayan futbolçudur. Rəqibə təzyiq göstərən futbolçudur. Bizim Medina və Bəhlul Mustafazadəmiz çox əziyyət çəkəcəklər bu sarıdan. Və onun rəqib müdafiəçilərin diqqətini cəlb edib cinah oyunçularını Harvey Barnes'ı və Anthony Gordon'u belə desək, qapıçılara üzbəyə çıxartma qabiliyyəti var. Yəni çox təhlükəlidirlər.
Bu məqamlar bir göstərir ki, Qarabağın işi çox çətin olacaq, həddindən artıq çətin olacaq. Bəlkə də ki, bayaq qeyd etdiyimiz məqam onların uzun səfəri onları yora bilər, ancaq İngiltərədəki oyunçunun bizə ciddi siqnallar verir. Siz olsaydınız ilk 11-likdə kimə yer verərdiniz? Mən belə desək, heyətə ilk ağla gətirən John Montiel yəqin ki olacaq. Son zamanların Qarabağda ən yaxşı oyunçusudur. Komandanın divizoruna çevrilib. Kadinin yoxluğunda o üstünlük əldə etdi, amma mən istərdim ki, Kadi və Monteli bu oyunda yan-yana görək. Çünki Qarabağın həm texnikalı, həm dinamik, zərbə vurma qabiliyyəti yüksək olan futbolçuya ehtiyacı var. Yəqin ki, belə olan halda Andradeni biz ehtiyata ata bilərik. Yəni çünki Zubir sol cinahda əvəz edilməzdir. Onun təcrübəsi vacibdir. Duran da hücumda dəyişilməz mövqedədir. Ona görə də məncə sağ cinahda Kadi oynasa çox gözəl olar. Həm də Montiel ilə onlar əla tandem təşkil edirlər. Çünki biz görürük ki, son oyunlarda Qurban Qumonov Andrade və Montieli cinahlar və mərkəzə yerlərini rotasiya edərək oynadır. Bu da rəqibə çətinlik yaradır. Çünki Montiel istər-istəməz bəzi məqamlarda diqqəti özünə cəlb edir və mərkəz oyunçuları onu axtarmağa başlayırlar. O da cinahda boşluq yaradır və hər iki Kadi və Montiel, hər iki oyunçu yüksək texnikası, zərbə vurma qabiliyyəti, oyunu oxuma, belə keyfiyyətləri var və onların tandemi məncə rəqibə çox təhlükəli yarada bilər. Kadi həm də arxaya çəkilib top almaq, belə bayaq qeyd etdiyim məqamda, yəni komandaya müdafiə xəttinə kömək etməyə qabiliyyəti var. Onu arxadan qəbul edib topu irəliyə daşımaq, yəni hər iki futbolçunu yan-yana görmək çox maraqlı olar. Digər futbolçular isə artıq yeri əvəz edilməzdir. Məncə tək problem Mateusz Kohalski ilə bağlı idi. O zədəlidir, oyun saatına deyirlər, bilinəcək durumu. Belə onda Bundiç oynayacaq. O da son zamanlar az oynayır və yəqin ki, bu da bir riskli komanda üçün. Kohalski çünki təcrübəsi ilə, aktivliyi ilə, həm də komandanın müdafiədə əminlik yaradır, faydalı iş amsalı yüksəkdir. Belə məqamlar var. Ona görə də tək istəyim Andrade ilə Kadinin yerini dəyişmək. Ən azı bir oyunluq yoxlamaq lazımdır ki, onlar Montiel ilə necə tandem təşkil edəcəklər. Çox sağ olun.